Hər bir xalqın tarixində həm kədərli, həm də qəhrəmanlıqla yoğrulmuş səhifələr mövcuddur. Bəzən elə anlar olur ki, faciə ilə igidlik bir nöqtədə qovuşur. Yəni, faciə, müharibə və digər tərəfi də bir qəhrəmanlıq, fədakarlıq, igidlik. 1990-cı il qanlı yanvar elə bir hadisə idi ki, heç bir tarix insanlar millətindən asılı olmayaraq onu dana bilməz. Həmən 1990-cı ildə həm kədər var idi, hüzün var idi, həm də şərəflə dolu bir səhifə var idi. Yeni bir səhifə açılırdı Azərbaycan xalqı üçün.